Değerli izleyiciler, bir daha salamlayırıq. Qəhrəmanlar diyarı Biləsuvardan özümüzə borc bilirik. Şəhidimiz vətən uğrunda canından keçən Salahov Sabir Hikmətoğlu'nun ocağında olaq. Bugün bizim Səlyan'da olmağımızın məqsədi real bizdə şəffafdır. Böyüklərimiz də bağışlasın. Mən oğlumu imtihana getmişdim və orada 2-3 saat vaxtım çox olduğu üçün dedim çayçıda oturub bir içsən çay için cəhd özümə borc bildim. Vaxtı orada aparınca gəlim şəhidimizin ocaqlarını ziyarət edim. Və ondan sonra mənim üçün ən böyük gözəl qazanc odur ki, şəhid ocaqlarında olmaq. Bugün olduğum məkan Azərbaycanın gözəl cuşələrindən biri, qəhrəman igidlərinlə tanınan Səlyan şəhərindəyik. Səlyanın neçə şəhidi var? 67. 67 şəhidi var, vətən uğrunda canlarına keçib. Keçirik şəhidimizin ocağına, Allah ruhunu şad eləsin deyərək. Allah səni var eləsin. Şəhidimizin atasıdır, başımızın tacıdır. Dediyim kimi özümüzə borc bildik. 2-3 saat vaxtı orada aparınca ancaq başımızın tacı olan, haqqı boynumuzda olan şəhid ocaqları. Allah bütün şəhidlərimizin məkanı cənnət etsin. Gəlin, xoş gəlmişsiniz. Var. Gəlin. Nə yaxşı, nə gözəl oldu. Vaxtı orada aparınca gəlin orada. Gəlin, bunu məkan verəcəm. Dəyərli izləyicilər, dediyim kimi hal-hazırda qəhrəman şəhidimiz Sabir qardaşımızın ocağında özümüzə borc bildik. Bugün vətən uğrunda canından keçən qəhrəmanın bölgələrindən asılı olmayaraq bölgələrdə biz də gəzməyi özümüzə borc bildik. 6 ildir qəhrəman şəhid ocaqlarını ziyarət edib çəkib paylaşdığımız kimi bugün də qəhrəmanımız vətən uğrunda canından keçən, müharibənin ilk günündən 9 gün vətən üçün əldə silah irəli gedib, şərəfsiz erməniləri torpaqdan çıxartmaqdan ötürü təki vətən sağ olsun deyib öz arzularını yarımçıq qoyub, vətən üçün canından keçən, torpaq altında yatan qəhrəman şəhidləri özümüzə borc bilirik. Biz torpaq üzərində gəzdiyimiz üçün ocaqlarını ziyarət edirik. Bugün o qəhrəman şəhidin atasının yanında olmaq özümüzə borc bilirik. Həmin səni salamlayıram Hikmət kişi. Allah sizə var eləsin. Hikmət kişinin bir məlumatda nəzərinizə çatdırır. 2 oğlu vətən üçün döyüşən olub. Biri şəhid olub, biri isə veteran adına layiq olub. Veteran qardaşımızın adı Vüsaldır. Allah canı sağ eləsin, qarşısında baş əyirik. Çünki veteran, qazi, şəhid deyəndə biz dərhal özümüzdə onu bilməliyik ki, haqları boynumuzdadır. Çünki bizlərin, belə deyək, rahat, sərbəst, azad yaşamağımız üçün, ailə uşaqlarımızın rahat olması üçün canlarından keçdilər. Öz arzularını yarımçıq qoyub, təki vətən sağ olsun deyən, torpaq altında olan qəhrəman şəhidlərə borcludur. Haqları ödənilməzdir. İstərdim ki, elə bu sözün bu anında Hikmət kişidən dəyərli qəhrəman, vətən uğrunda canından keçən şəhidimiz haqqında qısaca məlumatlar alaq. Dəyərli Hikmət kişi, qarşında baş əyirik. Bizim dəyərli qardaşımız vətən üçün əldə silah irəli gedib, geri dönməsə də, bugün ancaq yenə də onların ruhları bizdədir, bizləndir, cismən də bizlə olmasa da bu azadlığı bizlər üçün onlar yaşatdı. İstərdim ki, elə bizim dəyərli qardaşımız haqqında onların, belə deyim, Sabir deyəndə Hikmət kişi, ilk öncə hansı xatirələrindən yaddaşında qalıb? Onlardan istərdim elə ki. Mən xatirəmlə ki, müharibə vaxtı 2 evladım olub. Bunların 44 gün gedən müharibədə ikisini də əmək olub. Böyük oğlum Salahov Sabir Hikmətoğlu 27-si 2020-ci il Füzuli istiqamətində gələn döyüşlərdə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. İkinci oğlum da ki, əskər idi. O da Tərtər istiqamətində Subqoşan tərəfdə. Onun da əmək olub. 2 oğlumun ikisi də Şücaət olub. Bəli, şücaət olub. Mən fəxr edirəm ki, bir ata kimi ki, mən 2 də evladım olub, vətən üçün yetişdirmişəm. Vətənə xidmət ediblər, bunların əməyi olub. Biri şəhid olub, biri veterandır. Şükür Allahın məsuliyyətinə. Mən fəxr edirəm ki, məsələn, mən evladımın əməkləri olub, 2 əmək olub. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Allah rəhmət. Hikmət kişi, sən heç bilirdin ki, bütün valideynlər evdə böyütdüyü, tərbiyə verdiyi oğullar bilmirdi ki, qəhrəman oğullar böyüdür. Bax, bugün torpaqlarımızın 30%, 30 il idi, 20% işğal altındaydı. Yəni, hər bir ölkəyə bizim sahibkarlarımız və bizim Azərbaycan vətəndaşları gedəndə başları aşağı idi. Çünki ona görə namusumuz, qiriyyətimiz şərəfsiz ermənilərin tapdağı altındaydı. Və torpaqlarımızı tapdaq altında saxlayaraq dilləri uzun idi. Hər zaman nəsə deyəndə bizim üzümüzə çıxırdılar ki, bugün siz danışa bilməzsiniz. Ancaq bugün torpağı görməyən, ayaqları dəyməyən,
qəhrəman igid oğullarımız silaha sarılıb vətəni azad etdilər. Mən həqiqətən də bu gün sizin kimi atalarla fəxr edib qürur keçirdirəm ki, bu gün bax belə deyək ki, Sabirdən sizə qalan ancaq cansız şəkilləridir. Ancaq xatirələrdir, cansız şəkillərdir. Bu günləri Sabiri həqiqətən də biz də dünyamızı dəyişəcək. Zamanlar ötəcək, əsrlər gələcək. Ancaq sizin övladlarınız haqqında nağıllar, romanlar, sizin oğlanlarınız haqqında əsərlər yazılacaq. Ancaq çünki biz bir sakin kimi, bir vətəndaş kimi, bir Azərbaycanlı kimi boynumuzun borcudur ki, sizin kimi atalar görüb qarşısında baş əymək, əllərinizdən öpmək. Valla bu gün sən elə bir atasan ki, həqiqətən reallıq budur. 30 il işğal altında olan torpaq, oğlunun biri Beytran adına. Beytran o deməkdir ki, qaziləri, şəhidləri çıxardır. Ancaq irəli şərəfsiz erməniləri torpağımızdan çıxartdılar. Mən sizin kimi atalarla fəxr edirəm, qürur keçirdirəm. Bir ata olaraq gənclərimizə hansı bir övdü deyərdin, hansı bir nəsiyyət deyərdin? Yəni, bundan sonra gələn gənclərimiz də sənin kimi qəhrəman şəhid atasından o övdləri götürsün. Buyur. Mən gənclərimə o arzulayıram ki, bir nömrəli vətənə öz borclarını versin, xidmət eləsinlər. Bilsinlər ki, nə var, nə yoxdur. Bilək ki, bu şəhidlərimiz yaddan çatmasınlar. Vallahi Allah ki, 92-ci ildə mən həmişə tezəndən duranda Allaha dua edirdim ki, əl-üzümü yurdum, üzümü çördüm qıbla, Allaha dua edirdim, dedim ki, İlahi özün bu sən, özün bu şəhid atalarına səbir ver. Çünki birinci ata anadır, dərdi çəkən. Sonra bazı qardaşdır. Vaxt zaman gəldi, nə biləydim, Allaha məxsus ki, mən də o şəhidlərlə atalardan biri oldum. Andolsun Allaha. 92-ci ildə mənim gözəl, dəyərli daim, 92-ci ildə silahımız olmayan dövr. Vətənin tapdağı altında qalmağı, hakimiyyətimizin zəif dövrü. Ancaq o vaxtda da bizim qəhrəman igid oğullarımız var. Torpaqların 80%-in silahsız qoruyub saxlayır. Ancaq bu günləri o yarımçıq işlərin bərpa edən 44 gün vətən müharibəsində heç o Şuşanı, Laçını 30 il keçdi üstündən. Dayıcan, 30 il ərzində bizim bu gənclərimiz böyüyüb başa çatdılar, ərsəyə gəldilər. İgidlik məktəbi, Mübariz İbrahimovun davamçıları oldu, Polad Həkimovun davamçıları oldu və özlərinə bir məktəb seçərək, kişilik məktəbi deyərək, mübarizlər diyarı. Belə deyək ki, Azərbaycan mübarizlər, Polad Həkimovlar, qəhrəmanlar diyarıdır. Silaha sarıldılar, dedilər torpaqlarımızın 20%-i işğal altında qala bilməz. Çünki biz bir Azərbaycanlı olaraq, dəmir yumruq olaraq torpağımızı azad etməliyik və azad da edərək, onlar belə deyək, şəhidsiz vətən olmaz, qazisiz vətən olmaz, qazisiz veteranlarımız bu günləri, qazilərimiz, şəhidlərimiz bir araya, bir silaha sarılmasaydı o torpağı azad edəməliyik. Biz fəxrlə, qürurla və sizin kimi atalarım mən həmişə, valla alnından öpürəm ki, o oğulları böyüdüb, vətən uğrunda qurban verir sözdə başını dik tutaraq, hər zaman deyirsiniz, vətən sağ olsun. Hər zaman Azərbaycan xalqının yanında olursunuz. Biz sizlərlə fəxr edirik, qürur keçiririk. Valla sizin kimi atalar, bax, belə bir məsələ hər zaman çəkirəm çəkilişlərdə. Deyirəm ki, dünya malından sonra həqiqətən evimizdə belə deyək də, varımız dövlətimiz bir heyvandan söhbət gedir. Bir inəyimiz öləndə, bir cücəmiz öləndə ürəyimizin başlayan var da. Ancaq bu gün sizin kimi atalar candan şirin, bir candan ayrı oğul qurban veribsiniz. Hər bir Azərbaycanlı, vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycanlı sizlərin qarşısında baş əyməlidir, sizlərin yanında olmalıdır. Çünki övlad elə bir şeydir ki, sənin, belə deyək, biz sənin övladın yerin verə bilmərik. Nə qədər də gəlib desək ki, nə qədər desək sənin oğlun, bir oğlun biz üç ömür boyu onun yerin verə bilmərik. Çünki o sənin üçün şirin, o sənin üçün bir arzu, subay idi yəni ki, subay, onun bir arzu ilə yaşayırdı ki, toyun edəsin. Ancaq bu gün sənin üçün bir qəhrəman olaraq, qəhrəmanlıq səlnaməsinə dönərək sənin başı ucu etdi. Azərbaycanımızın üç rəyli bayrağını dalğalandırdı və Azərbaycanımızın başı ucu etdi. Var olasan, Allah səni var eləsin. Biz sizlərlə fəxr edirik. Onu böyüdən ananın əllərindən öpürük. Allah canını sağ eləsin deyirik. Vüsal qardaşımızın da qarşısında baş əyirik. Bizim də salamlarımızı Vüsala çatdırarsan. Çünki həqiqətən də bax bu ocaqlarda. Dəyərli izləyicilər, nəinki bugün zaman keçdikcə, əsr ötdükcə gənc nəslimizə çatdırmaqdan sonra bax bizim dəyərli igid silaha sarılıb geri dönməyən, torpaq altında yatan bizlər üçün, azadlığımız üçün
ailə uşaqlarımızın rahat yaşaması, ana bacılarımız üçün, gənclərimizin rahat təhsil alması üçün, üçrəyli bayrağımızın dalğalanması üçün şəhidlər canından keçdi. Qazilərimiz bədəninin müəyyən hissəsindən keçərək, qolundan, qıçından, gözündən, eləsi dünya işığına həsrət qalaraq təki vətən sağ olsun deyirlər. Və etiramlarımız son nəfəsə qədər vuruşdu. Torpaq azad etdilər. Allah canların sayəsi. Bu gün üçrəyli bayraq altında əldə silah, əsgərindən zabitinə kimi şəhidlərimizin həvalə etdiyi torpağı şərəfsiz ermənilərdən qoruyaraq biz də rahat sərbəst yaşayırıq. Bəli. Allah Azərbaycan ordusunu qorusun. Bəli. Allah şəhid ataların qorusun. Allah şəhid anaların qorusun. Allah bütün qazilərimizi, veteranlarımızı Amin. və Azərbaycanı sevib, Azərbaycanı istəyən dəyərli insanlar qorusun. Bəli, Və amin. bir daha qarşımda baş əyirəm. Allah sizi var eləsin. Çox sağ olun. Sizin simozda bütün şəhid ataların var eləsin. Var Amin. olasınız. Bu gün Səliyanda oldu.